Bu Qurban Bayramında bir mövzuya toxunmaq istəyirəm. Bəzi heyvansevərlər soruşur, niyə axı qurbanlar kəsilir? Heyvanların da yaşamaq şansı var. Əslində isə təbiətdə qida zənciri var və təbiət özü müəyyən bir tarazlıq üzərində qurulubdur. Hər növ canlı bir-biri ilə qarşılıqlı əlaqədə yaşayır. İnsan orqanizmi də min illərdir həm bitki, həm də heyvan mənşəli qidalarla formalaşıb. Elm də sübut edir ki, insan üçün vacib olan dəmir, B12, omega 3, tam zülal mənbələri heyvan mənşəli qidalardır. Tamamilə ətdən imtina edən insanlar bir müddətdən sonra sinir sistemi, B12 çatışmazlığı, əzələ zəifliyi və s. problemlərlə rastlaşır. Lakin burada məqsəd təkcə ət yeməkdən getmir. Həzrəti İbrahimin dövründən bu günə qədər gələn bu ibadətin mahiyyətində Allaha yaxınlaşmaq, paylaşmaq, mərhəmət durur. Qurban isə təkcə ət kəsməkdən ibarət deyil. Qurban nəfsdən keçməkdir. Qurban paylaşmaqdır. Qurban əl tutmaqdır. Qurban yaradan qarşısında itayət və təslimiyyətdir. Bəzən insan ağlı ilahi hikməti tam dərk etməyə bilər. Amma ilahi buyruqların arxasında insanların dərk etmədiyi dərin mənalar dura bilər. İman biraz da etibar etməkdir. Arzu edirəm ki, bu gözəl bayramda inziş qəlblər yumşalsın, dostluqlar möhkəmlənsin, qəlblər mərhəmətlə, sevgi ilə dolsun, iman artsın, ellərə, evlərə sevgi, ruzi, bərəkət gəlsin. Qurban bayramınız mübarək olsun. İçimdəki nur isə imanınızın artması üçün bir vəsilə olsun.